Salam gözəl və əziz insanlar, xoş gördük hər birinizi. Hələ ki təqlid mövzusu davam edir. İnşallah bugünkü mövzumuz budur. İslam ağıl dinidir, yoxsa nağıl dinidir? Baxın, İslam ağıl dinidir, yoxsa nağıl dinidir? Bəqərə surəsinin 170-ci ayəsində Allah Taala deyir ki, onlara deyir ki, gəlin Allahın endirdiyinə tabi olun. Onlar deyir ki, xeyr, biz atalarımızın hansı yolda görmüşdük, elə o yolu gedirik. Allah deyir ki, bəs atalarınız bir şey anlamayıbsa, onda necə olacaq? Doğru yolu deyilsə necə olacaq? Siz cəhənnəmə yönəlirsə necə olacaq? Niyə atalarınızın dinini gedirsiniz? Quran boyunca baxın, o çoxdur ayələr, onlara oxusam çox olacaq. Quran boyunca özünüz elçilərin, öz dövründə olan müşriklərlə söhbətlərinə, baxın, Allah orada səhnələr verir bizə. Orada baxın, onlar davamlı olaraq nə deyir? Əbəəkum, atalarımızın yolunu, atalarımız yolunu. Biz ancaq atalarımızın yoluna gedirik. Ancaq, məsələn, Şüeybə dilləri, sən gəlmirsən ki, bizim atalarımızın yolundan döndürməyə. Bütün elçilər, sən bizi atalarımızın yolundan döndürməyə. Məhəmməd Peyğəmbər də dedi ki, atalarımızın yolunu, indikilər də eyni şey, atalarımızın yolu. Sən bizi atalarımızın yolundan döndürməyə gəlmirsən, atalarımızı təqlid. Atalarımızın yolu budur, təqlidçilik. Atalar dini təqlid dinidir. Təqlid. Atalar dini budur, təqlid. Hamı bir-birinə təqlid edir. Buna atalar dini deyirlər. Mən atamdan nə görmüşəm, onu götürürəm. Atam öz atasını nə görüb, onu görür. O öz atasını nə görüb, belənçinə. Araşdırmaq, təhqiq etmək yoxdur. Atam nə deyim, ona baxıram. İndiki müsəlman dünyası dediyimiz dünya hamısı təqlidçidir. Öz atalarını nə görüblərsə o sorğulanmırlar, araşdırmırlar ki, ay qardaş, belə bir din yaşayıram, belə bir din yaşayıram. Bu din Allah'ın dinidir mi, yoxsa uydurulmuş bir dindir mi? İndirilmiş din, yoxsa uydurulmuş din? Bir bunu araşdırın. Görün, bu nədir? Hamısı belə təqlid. Bəs yaxşı, Allah nə deyir? Hamını danışdırdıq, hamı danışdı, hamı öz sözünü dedi, hamı öz fikirləri sürdü. Bəs Allah nə deyir? Allah'ın fikri nədir? Biz görək Allah nə deyir? Hamını danışdırır, bəs Allah'ı danışdırmadıq biz heç. Görək Allah nə deyir? Allah'a danışdırırsan gözün, yox, vəziyyət fərqlidir. Mənim gördüyüm Allah'ın dediği deyil. Allah tam fərqli bir şey deyirmiş, bizə fərqli bir şey anlatıblar. Ona görə deyir, bir gözəl kitab var, inşallah qadınlar mövzusunda kitabı sizə mən göstərəcəm. Kitabın adı belədir, Qadınlar, Xurafatlar və Gerçəklər. Xurafatlar və Həqiqətlər kitabının aşağısına belə yazılır. Allah nə deyir? Bir aşağı tərsinə yazılır, kitabı tərsinə baxmaq lazımdır. Yazıb ki, insanla anlayır. Allah nə deyir? İnsanla anlayır. Yəni Allah'ın bizi tərsinə başa saldılar. Allah da təqlidçilik eləməyim, bizə təqlid edir ki, mütləq təqlid etməlisin. Təriqətlərdə belədir. Təqlid etməsən sənin ibadətlərin, itaətlərin hamısı zaydır. Təqlid etməlisən, meymun olmalısınız. Baxınız, özünüz araşdırın. Mən sizə deyirəm, təriqətlərdə budur. Təqlidsiz ibadətlər heç deyil. Allah da təqlidçi eləmir, amma bizi Allah'ın dediyini yox, biz tərsinə başlayır. Təqlid hökmən vacibdir, mütləq şərtdir. Allah deyir ki, təriqətlər yoxdur, bunlar ki, yox, mütləq təriqətiniz olmalıdır. Təriqətsiz insan azar. Allah təriqətləri, baxın, Quranda nə qədər ayə var, Ənam surəsinin 159-cu ayəsindən tutmuş, Rum surəsinin 32-ci ayəsindən tutmuş, Müminin surəsi 23-cü surə, Müminin yox, Müminin, qafir, nə mümin, həm qafirlər, həm mümindirlər, bir də Müminin var, 23-cü surə. O surənin 52-ci, 54-cü ayəsinə baxın, Ali İmran surəsinin 105-ci ayəsinə baxın, 103-cü ayəsinə baxın. Görün, firqələrə bölünənlər barədə Allah nələrdir firqələrə bölünən barədə? Allah deyir, daim bir yerdə olan, möhkəm olan, Allah'ın ipindən, Qurandan möhkəm sarılan, bizə nə dedilər? Mütləq təriqətdə olma. Təriqətdə olmasa azarsan. Baxırsa ki, qardaş, bu Allah'ın dini deyil axı. Allah mənə tam fərqli bir şey deyir. Bu, Allah deyir ki, insanlarla qardaş olun, mehriban olun, gözəl yaşayın. Bunlar deyir ki, yox, düşmən olun bir-birinizə, bir-birinizin qanını, malını, canını halal bilin. Bu zarafat deyil, bu mən sizə ciddi deyirəm, təriqətlər də belə deyil. Onlar baxın, üzdə bir-birinə gülürlər, qardaş. Onlar bir-birinin malını, qanını, canını halal bilirlər. Baxın, bir yerdə bir dənə üzbəüz gəlsə, bir-birinə qılını çəkirlər o dəqiqə. Siz tarixi olaraq baxın, bir-birinin qanını tökürlər. İndi siz baxın, Suriyadan tutmuş, Yəməndən tutmuş, Əfqanistandan tutmuş, İraqdan tutmuş, hamısı özünü müsəlman deyənlərdir, bir-birinə qılını çəkirlər. Oradakılar hamısı özünə müsəlman, hansını danışdırsan, hansını ağzasa, əlhamdülillah, Müslüman deyəcək.
Bir-birinə qılınc çəkirlər. Quran müsəlman haqqında elə deyir. Elə deyir müsəlman haqqında Quran. Müsəlmandır, qardaş olmalıdır. Daim bir-birinin əhvalını soruşmalıdır. Açın Ənfal surəsinin 1-ci ayəsini. Nədir orada? Səndən Ənfaldan soruşurlar. Deyir, Allah və elçisine aid deyir. Öz qardaşlarının arasını islah edin, düzəldin aralarınızı. Baxın, Hucurat surəsində ayə. Qardaşlarınızın arasını düzəldir. Bunlar bir-birinə qılınc çəkirlər. Sonra ki, biz müsəlmanıq. Hə, müsəlmansınız, siz müsəlman olarsınız. Siz müsəlmanın mısı belə deyilsiniz. Siz mısı belə deyilsiniz. Çünki niyə? Siz Allaha itayət etmirsiniz. Allah'ın dediği kimi, onlar tağutlara itayət edirlər. Tağutlara. Baxın, Nisa surəsinin 60-cı ayəsi, sənə və səndən öncəkilə kitab, səndən indirilmişlərə iman edənləri görmədimi? Onlar aralarında hökmünü tağut və cibdə yanına gedirlər. Halbuki onlara tağuta qulluq etməməyi tapşırılmışdı. Şeytan onları azdırır, tağuta gedir. Tağut siz kimlərdir? Asıl Şura surəsinin 21-ci ayəsini, məgər Allahın dinində izin vermədiyi bir şey onlara şəriət qanunu edən şərikləri mi var? Əgər Allah tərəfindən söz verilmiş olmasa, arada çoxdan hökm vermiş olar. Şəriət qanunu edən şərikləri var. Allah buna tağut deyir. Sizi bunlar azdırdılar. Sizi şeyx təqlid sizi azdırdı. Baxın, mən təqlidlərəm. Heç kimi öldürmürəm, heç kim başını kəsmirəm, heç kimə pis söz bizə demirəm, tənqid eləyirəm, acılayıram, bəli, acılayıram. Çünki görürəm ki, meymun kimi yaşayır o, heyvan kimi yaşayır o. Ağlını işlətmir. Quran ağlını işlətməyən heyvan deyir. Ayələri oxuyacaq sizə qabaqda. Ağıl dini, nağıl dini o barədə. Özünüz də şahid olacaqsınız. Yəni bu təqlid dini belə bir bərbad bir şeydir. Bərbad bir şeydir. İnsanlar hepsini araşdırmır, hepsini sorğulamır, hepsini xəbərləri yoxdur. Hətta sorğulayan insanlara kafir qalır. Siz baxacaqsınız. Qədim, alim dediyin onlar idi. Farabidən tutmuş. Mən sizə göstərəm ki, onlar haqqında belə nələr deyirlər. İbn Sina, Farabi, onlar haqqında. Çünki niyə? Onlar sorğulayan insanlar idi, onlar araşdıran insanlar idi. Səhv və ya düz. Fərq eləmir. Səhv və ya düz. Onlar öz fikirləri insanlara yer etməyiblər. Odur mənim fikrim budur, mən sorğulayıram, mən araşdırıram. Bax, hansı uyğundur götür, hansı uyğun deyil götürmə. Bu başqa bir şeydir. Bu başqa bir şeydir. Mən fikrimi deyirəm sən. İstəyirsən, Allah'ın dediği kimi Zümer surəsinin 18-ci sözü dinləyib ən gözəl tabi olanlar. Mən o fikrimi deyirəm. Səni sorğulamağa təşviq edirəm. Özünü də araşdır. Mənim tapdığım olsa bir sən üzərində işlə. Bu fikirdir, mən deyirəm. Amma bunlara görə sən deyəsən ki, onlar kafirlər. Niyə? Onlar səni sorğulamağa, araşdırmağa təşviq edirlər. Mən sizə görəcəz sözün. Sizə nə demək istəyirəm. Baxın. Hələ ki, mən heç nə oxumuram buradan. Bu atalar dinində belə bir şey var. Deyir ki, İslam ağıl yox, nağıl dinidir. Nağıl dinidir. İndi bu fikri gücləndirməsin sizə mən şeylər verim. Görürsün Allah nə deyirsə bu kökən hardan gəlir. Baxın. Cübbəli deyir İbn Sina və Farabi kafirdir. İbn Sina və Farabi kafirdir. Bu siz hardan çıxdı? Əslində bu fikirlər şeydən çıxdı. Qəzzali və İbn Teymiyyədən çıxdı. Çünki Qəzzali gəldi ki, artıq ilahiyyata keçək. Bizim də indi bir ilahiyyat dediniz, bunların gününə halına bax, bir-birinə qılınc çəkənlər, buna ilahiyyat deyirlər. Deyir, siz artıq ilahiyyata çıxın, düşünmək, zat, nə bilim, sanki Rabbani çıxdı, bu İmam Rabbani'də də bu axmağın biri olub, o da məktubatları var. Nə deyir, burada fəlsəfə çox axmaqdır, hər şey axmaqdır. Bunu da belə ağılla belə düşündüyü halda ağlı inkar edir. Ağılla düşündüyü halda yenə ağlı inkar edir. Görək Quran ağıl barədə nə deyəcək, onu toxunacam. Sadəcə bir iki sizə bir şey göstərmək istəyirəm indi. İbn Sina ne oldu? Perişan oldu. Evliyaullah'tan biri Resulullah'ı gördü. Dedi ya Resulullah bu İbn Sina'nın durumu nedir? Felsefe bir şeyler karıştırıyor. Dedi ki o beni aradan çıkarıp Allah'a kavuşmak istedi. Ben de pabucumun ucuyla ağzını yırttım dedi. Koca İbn Sina. Aklın felsefenin zirvesi. Varabildi mi? Varamadı. Cübbəli nə deyir? İbn Sina və Farabi kafirdir. Yaxşı, bu necə təyin elədi bunu? Necə təyin edəcək? O sənə heç bir
Qur'andan sən dəlil gətirə bilməz. Necə dəlil gətirdi? Bir övliya Allah yatdı yuxuda, peyğəmbəri gördü. Peyğəmbər nə dedi? Terliyimlə ağzına vurdum deyir. Görürsünüz? İnsanları necə aldadırlar. İnsanları ağıldan kənar bir dəlillə alırlar. Bunun danışdığı nağıl var ha, yuxuda gördüm Resulullah. Bunun heç bir dəlili yoxdur. Heç bir dəlili yoxdur. Özdə bu istismara bir açıq mövzudur. Mənim videom var, onu mütləq dinləyin. İndi buradakı o uzun mövzu, oraya keçmək istəmirəm deyə onu dinləyin, orada mən incə göstərərəmsə ki, bunun kökəni hardan gəlir. Allahı və Peyğəmbəri yuxuda görmək olarmı? Adlı videom var. Allahı və Peyğəmbəri yuxuda görmək olarmı? O video mütləq baxın. O burada nə deyir? İbn Sina və Farabi kafirdir. Niyə? Çünki ağla təşviq, düşünməyə təşviq edirlər. Və yaxşı, İndi görün, növbəti görün nə deyir. Bakın, çox mən sizə dinlətdirəm. Mən qısa-qısa dinlətdirmək istəyirəm ki, bu əsas hissələri. Bu din akılla çözülecek bir şey değildir. Dinüna bin nukul. Dinimiz ayet hadis dinidir. La alem nasibetil ukul. Akla uyana göre hareket olmaz. He? Dinimiz ağıl dini değildir. Elə ki belədir. Yaxşı. İndiki o Farabi, İbn Sina üstünə bu fikir biraz gücləndirək. Qoy biraz gücləndirək. Və yaxşı, bu cübbəli niyə ağlı inkar edir? Bilirsiniz? Çünki bunun üçün. Baxın, onun üçün inkar edir. Hatta kâne yetekenna'u biridâi mişiddihe sallallahu aleyhi ve sellem. Yüzünü böyle örterken, abdest bozarken gözü açık durmaz. Böyle kapatıyor ya. Utanmaya bak. El hayâ minel iman. Utanmak imandan gelir. Ve kâne dilâh tette'u mâhrucum sallallahu aleyhi ve sellem. Ondan ne çıkarsa toprak onu ne yapardı? İtardı. Ayşe anamız peşinden abdest bozmaya girerdi. Mis kokuyor. Hiç de bir şey yok. Derdi ya Resulallah, bu ne iştir? Dedi ki biz peygamberler cemaatinden ne çıkarsa toprak onu yutar. Ve misk kokar, misk. Bu tabi beşer olduğu için zaruri görünüşte böyledir. Sahabe-i kiram ne yapıyordu? İdrarını ne yaptı? İşte idrarını bir kaba yapmıştı, gece yatağın altına koyuyordu, sonra onu cariyesi, hizmetçi içti. Neyse. Dedi ne yaptın o? Dökücük. İğrenc şeylerdir. Orayı sizi dinlettirmek istemiyorum. Görürsün ne deyir? Düz üstürəm, idrarını içti. İnsanları ağlı inkar ettiği için bunları insanlara sırayır. Ağıllı insan bunu qəbul etmez. İdrarını içti kim? Peyğəmbərin sahabələri, cariyəsi. Peyğəmbərin idrarını. Dökecek diye. İndi. Sümükü şerif. İndi. Buna bakın. Anladın? Sen buna nasıl sidik diye hakaret ediyorsun ya? Sidik, tövbe estağfurullah lazım ve tübüle. Sümükü şerif. Sümükü şerif. Ne diyor yani? Efendimiz sallallahu aleyhi ve sellem burnundan bir şey çıkarsaymış, hani biz ona şerif der miyiz? Der miyiz şerif? Biz deriz, burnundan çıkan bir şey şerefli midir? Şereflidir. Sahabe-i kiram ne yapıyorlardı? Burnunu sümkürdüğü zaman sallallahu aleyhi ve sellem, bütün sahabe üzerlerine sürerler, böyle bereket için. Sen Bukhari'ye inanmıyor musun? Kur'an'dan sonra en sağlam kaynak. Hadisin ağababası. Bukhari'de ne diyor? Kâdü yeftetilûne alâ vazûhi. Bir abdest aldığın zaman abdest suyu üzerlerine değsin diye bir... Neyse. Yani, iğrenci gedikdə saxlayır. Nə deyir? Sümükü şerif, sidiyi şerif. Yüz üstürəm, onun deyilini deyirəm. Sidiyi şerif, sümüyü şerif. Ona göre Allah Taala Yunus surəsinin 100-cü ayəsində deyir ki, ağlını işlətməyən murdarlığa məhkumdur. Baxın, Qur'anda bir Maide surəsinin 6-cı ayəsində dəstəmaz ayəsi dediyimiz ayədə. Orada Allah Taala nə deyir? Deyir ki, əgər ayağına getsəniz, gəlsiniz yuyunun. Yuyun, ayağına getsəniz, gəlsiniz yuyunun. Düzdür? Demək ki, bu ayağına gedən şey təmiz bir şey deyil ki, hələm belə deyirəm, təmiz bir şey deyil ki, insan əlini yuyur. Əlini yuyur deyirəm hələ ki. Ardını bildi sözünüz. Əlini yuyursa,
Demek ki bu temiz bir şey değil ki insan bunu yuyur. Düzdür? Və yaxşı, bu insana niye insanın belə deyim, ayağına getirərkən oradakı şeyi buna yedizdirir, içizdirir? Ona görə Allah Teala Yunus surəsinin 100-cü ayəsində ki, ağlını işlətməyən belə pisliyə məhkumdur. O pislik olan bir şeydir. Pislik olan bir şeydir. Allah deyir, yunun tualetdən sonra. O pislik olan bir şeydir. Ona görə Allah deyir ki, ağlı işlətmək pisliyə məhkum olub bu insan. Təriqətlər belə pisliyə məhkum olublar. Peyğəmbərin idrarına tutmuş, nə bilim, nəyindən tutmuş. Niyə? Çünki ağlı inkar edir. Ağlı inkar edirlər ona görə. Ağıl olmaz. Ağlına düşünmək haramdır. İndi inşallah mən sizə ayələr oxuyacağım. Sadəcə bir dənə var, onu da mən sizə göstərmək istəyirəm. Burada bir saniyə. Ben keçən səfər bunun haqqında danışdım. Bunun haqqında danışdım. Bunun haqqında danışdım. Ama göstərmədim videonu. Bu səfər göstərmək istəyirəm. Bir yenə təkrardan cavab verəcəm. Zəncir vurmaq bu qədər alim. Yəni bu necə deyirlər? Qələm ucu. 100 nəfər, 200 nə demək olar ki, bizdə ixtilaf yoxdur bu məsələdə ki, zəncir vurmaq təziyə növüdür ya yox. Amma onu xristiyanlaşdırmaq, başqa ad qoymaq, deməli bu qədər alimin heç birinin dinimizdən başı çıxmır. Xristiyanlara aid olan məsələni müsəlmanlar üçün neynirlər? Şəriət hökmü kimi təqdim edirlər. Deməli bu qədər alimin ictihadı hamısı nədir? Batildir. Bax, vacib məqam nədir burada? Vacib məqam odur ki, müştehidlər üzdən əl çəkir. İstənilən budur. Xristiyan, Yahudi, ora atmaq, bura atmaq, azdırmaq, məqsəd nədir? Bilənlər. Çünki əgər xristiyanın əməlidirsə, məni aldadıb, müsəlman əməli kimi mənə bu təqdim eləyirsə, bu adı sadalananlar, ölüsü də, dirisi də. Deməli bunlar nədir? İslamın düşmənləridir. Deməli bunlar kimdir? İslamı məhv eləmək üçün çalışan insanlar. Bu qaldırılan mövzu bunlardan üz döndərməkdir. Başqa məqsəd yoxdur. Çünki bilirlər imamla üz döndərəsi deyilsiniz. Amma bunlardan üz döndərməyə ehtimal var. Şək-şübhə yarat. Deyəcəksən bu Mərhəşi Nəcəfiyə baxır. Mən elə bilirdim bu müqəddəs bir şəxsdir. Bu Allahı insanları aparması üçün gözəl təkliflər irəli sürən adamdır. Deyir, zəncir vurmaq bəyənilən əməldir. Zəncir vurmaq İmam Hüseynin təziyə saxlanma. Bu vaxtı bu xristiyanlardan götürülür. İslamda belə bir şey yoxdur. Mərhəşi Nəcəfi düşdü şəkkə və ona bənzər digər alimlər. Deməli, nə demək şeyximiz? Deyir ki, düşmənə sizin müştehidlərdən, deyir ki, yəni onlardan əl çəkəndə, amma yoxdur, müştehiddən əl çəkməyin. Mən kəsə buna cavab verdim, ayət. Sizə bir də oxuyum ki, görün, insanları düşünməkdən uzaq saxlamaq üçün görün nə ellər. Demək, burada şeyximiz nə deyir? Onların məqsədi sizi müştehidlərdən uzaqlaşdırmaqdır. Zəncir vurmaq bu qədər alim. Yəni bu necə deyirlər? Qələm ucu. 100 nəfər, 200 nə demək olar ki, bizdə ixtilaf yoxdur bu məsələdə ki, zəncir vurmaq təziyə növüdür ya yox. Amma İndi açırsa Sad surəsinin 4-cü ayəsindən, Sad surəsi, 38-ci surədir Sad surəsi. 4-cü ayəsindən 8-ci ayəsi ki oxuyuruq bərabər. Sad surəsi 38-ci surə. 4-cü ayəsinin 8-ci ayəsində ki oxuyuruq. Görək ayədə Allah Taala nə deyir? Başdan düşəcək Sad 1-dən. Sad, öyüd nəsihətlə dolu Qurana and olsun. İnkarsda təkəbbür və ayrılıq içindədirlər. Biz onlarda öncə neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi. Öz aralarından onlara xəbərdarlıq edən gəldiyinə, baxın, öz aralarından onlara xəbərdarlıq edən gəldiyinə təəccüb
təəccüb edərək inkarsızlar dedilər. Görək nə deyirlər inkarçılar. Görək nə deyirlər bu kafirlər. Bu yalancı bir sehirbazdır. Bu yalancı bir sehirbaz. O bütün tanrılarını bir tanrı mı etdi? Bakın, bütün tanrılarını bir tanrı mı etdi? Həqiqətən bu əcayib bir şeydir, təəccüblü bir şeydir. Elə əcayib təəccübdən gəlir. Bu, baxın, bütün tanrılarını tək tanrı mı etmək? Yaxın, mənim bu qədər tanrılarım var ki, şeyxlər, müştehidlər, nə bilim, əllamələr, onlar, bu tək tanrı. Bu nədir mənə? Deyir ki, yox. Höküm bir dənə tanrıdır. İnil hükmə illə lillah. Höküm yalnız Allahındır. Baxın, lillah Allahındır. Allah ilahdır. Əgər siz hökmü filan kəsə versən, demək ki, o olur ilah. Ona artıq ilahlıq sifətini verirsiniz. Ona görə Allah bunların sözünü bu cür çatdırır. Bunlar sözü bu cür çatdırır. Çünki Allah Teala özü dəfələndir ki, höküm yalnız Allahındır. Allah bir ilahdır. Hökümdə bir ilahındır. Əgər sən kiməsə höküm vermək sifətin versən, bu şəxs, bu müştehid, bu ayətullah höküm verə bir artıq deyilsə, onu ilah bilirsən. Onu ilah, avtomatik onu ilah edirsən sən. Niyə? Höküm ilahındır. Höküm ver demək o ilah olur o, avtomatik. O ki Allah talablar sözünü çatdırır. O bütün ilahlar, tanrılarımı, vahid ilah, vahid tanrı, tək tanrı mı etdi? Yəni bu şəxs mənə deyir ki, bu qədər tanrılar höküm verməsin, bir dənə Allah höküm versin. Əcayib danışır bu. Belə şey yoxdur. Görə ardınca nə deyir Allah Teala? Onların, baxın o kafirlərdən, müşriklərdən danışır. Onların adlı sanlı adamları çıxıb gedərək dedilər. Onların adlı sanlı adamları, bax bunun kimi, bu şeyx kimi adlı sanlı adamları çıxıb gedərək dedilər. Görək nə deyirlər onlar. Gedin, öz tanrılarınıza səbirlə davranın. Doğrusu bu sizdə istənilən bir şeydir. Baxın, Allah Teala bunun kəlməsini bizə öncədən kəlmə nazil edir. Baxın, kəlmə. Görün, bunları Allah Teala necə ifşa edir. Onların adlı sanlı bu kimi şeyxləri çıxıb gedərək dedilər. Görək nə deyirlər öz toplumuna. Deyirlər ki, gedin öz tanrılarınızda, müştehidlərdə səbirlə davranın. Onları buraxmayın. Doğrusu biz sizdən istənilən bir şeydir. Bunun başqa ayalar da var. İnşallah orada gələcəm ki, Nuh surəsində deyir, onlar tanrılarınızı buraxmayın. Başqa surədə, başqa inşallah bunun bir başqa versiyasına keçib oralara o ayələri oxuyacağım. Sadəcə mövzumuza uyğun bunu edirəm, onlara keçmək istəmirəm hələ ki. Gedin öz tanrılarınızı səbirlə davranın, doğrusu bu sizdən istənilən bir şeydir. Adlı sanlı şeyx kimi adamları. Biz bunu axırıncı dində də eşitməmişik. Bu yalnız bir uydurmadır. Axırıncı dində də eşitməmişsən. Quranı oxuyun, görün Quran təqlidçiliyə nə deyir? Görün, Quran Allahdan möhkəm sarılın deyir, yoxsa şeyxdən möhkəm sarılın. Bir dənə Həcc surəsinin 78-ci ayəsində oxuyun. Bir Həcc 78 oxuyun, görün nə deyir orada. Oxuyun Həcc 78, 22-ci surədə Həcc surəsi. Biz bunu axırın dində də eşitməmişik. Biz həmişə təqlidçilik bilmişik. Xeyr, bu yalnız bir uydurma. Siz eşitməmişsiniz də, siz xəbəriniz yoxdur Quran təqlidçiliyi bu qədər qınıyır da. Eşitməmişsiniz. Ona qədər Nuh Peyğəmbər deyir, onları gizlincə, aşkada xəbərdar etdim. Onlar axı nə edirdilər? Çəkir başına, mən səni eşitmək istəmirəm, Nuh. Nuh surəsinə baxın. Məgər içimizdən təkcə ona mı mesaj endirilmişdir? Bir şey var da təriqətdə də. Heç kim bilmədi, sən mi bildin bu qədər şeyx, bu qədər alim, bu qədər rahib, bu qədər papaz. Bu siz nəyə oxşayır? Elə bir ki, siz Məhəmməd Peyğəmbərin vaxtını yaşayırsınız. Xristiyanlar İsa'ya tanrı deyirlər də. Məhəmməd gəlir ki, ay xristiyanlar, ey nəsranilər, İsa tanrı deyil, İsa Allahın quludur. Allahın quludur, Allahın elçisidir. Məhəmməd, sənin başın xarab deyirsən. Bizim bu qədər rahiblərimiz hamımız İsa'ya ilah deyir, tanrı deyir. İnsan gəlib ağıllı çıxmırsan da, gəlib bizə deyirsən ki, özdə ayə gətirmirsən də, gör ayə. Kişi kimi ayə gətirmirsən ki, bax ayədə deyir ki, İsa sadəcə Allahın bir quludur. Zuhruf surəsində keçir. Orada İsa Peyğəmbər pasajına baxın. İsa yalnız Allahın bir quludur. Necə yəni, Məhəmməd? Bu qədər rahiblərimiz hamımız İsa'ya tanrı deyir. Bunlar bilmədilər. Sən ağıllı çıxmırsan da. Bax, sizin sözünüz budur eləcsinə. Sizin sözünüz budur eləcsinə. Bu qədər tanrı bilmədi. Sən mi bildin? Bunlar tanrılar da bilmədi. Mən bildim deyə belənçinə. O Qəmər surəsində Şuayb Peyğəmbərə deyirlər orada. 24-25-ci ayəsi baxın, Qəmər surəsi. 24-25-ci ayə. Şuayb bu təkcə sən mi deyir bunu başa düşdün? Heç kim başa düşdün. Qalileyi də ona görə öldürdülər. Qalileyi heç kim bilmədi. Sən mi bildin bunu? Yəni insanları düşünməkdən,
məhrum etmək istəyirlər. İndi görə Quran nə deyir? Sonra mən sizə bunun kökənini oxuyacağım. Yəni bildinizdə ki, insanları düşünməkdən necə şey edirlər? Düşünmənin qarşılığında axsana CD içirtdirirlər, o birisini elətdirirlər, bu birisini elətdirirlər. Buradan çıxır ki, siz dua eləyin, imam bizim duamızı Allaha çatdırır. Düşünməyən insan, amma belə bütpərəst eləyərlər də. Düşünməyən insan. İndi insanlar da, yox, biz bütpərəst deyirik, vəsilə var, vəsilə var. Vəsilə mövzusu məsələsi Maid 35-də vəsilərdir, o heç. Amma bir dənə düşünün. Sizin etdiyinizi hinduistlər dedilər, şamanizmdə də var. Bax, aslında şamanizm etiqadına gəlib. Baxın, Hindistanda o heykələ tapanlara və yaxud Buddan heykəlini tapılanlar. Sizin orasında fərq nədir? Mənə deyin də, bax, nədir fərq? Baxın, siz özünüzə mömindirsə, bütə tapını mömindirsə, siz niyə onda bütə tapınlara, o bütpərəstlərə, o Buddaya tapınanlara bütpərəst deyirsiniz ki, onunla sizin fərqi nədir ki? Yəni bir düşünün, bir ağlınızı işlətin də. Niyə deyirəm? İndi ayələri mən sizə oxuyacağım. Görün, eyni səhnə Allah deyir, daha mütəkrarlanır. Görə Qurandır. Mən sizə sadəcə ayələrin nömrəsini deyəcəm. Ayələrin nömrəsi eyni məzmunda olan ayələrdir. Məsələn, Quranda baxın, ağıl kəlməsi, aql kəlməsi 49 kərə keçir. Bir dəfə əksinə işlədirlər Bəqərə surəsində Yahudilər. Deyirlər ki, siz niyə dəlillərinizi müsəlmanlara göstərirsiniz? Onlar sizə qarşı istifadə edir, ağlı işlətmirsiniz. Yəni, ağlı tərsindən istifadə edirlər. 48 kərə isə işlədir. Allah bizi təşviq edir. Özü Quranda ağıl kəlməsi isim olaraq keçmir. Feil olaraq keçir. İsim olaraq keçmir. Feil olaraq keçir. Yəni, ağıl daim işlənməlidir. Yaqilun, baxın, yaqilun, taqilun. Daim ağıl işlənməlidir. Daim bu çalışmalıdır, fikir qoymalıdır ortaya. Daim. İsim olaraq keçmir. Ağıl, feil olaraq. Yəni, daim bu insan çalışmalıdır. Yeni bir şey çıxartmalıdır ortaya. Yeni bir fikir qoymalıdır ortaya. Baxın, Quranda məsələn bir şey var. Əfələ taqilun. Ağlınızı işlətmirsinizmi? Əfələ taqilun. Ağlınızı işlətmirsinizmi? Bu keçən ayələri mən sizə deyim. Bu ayələri özünüz baxın. Ayələr satın nömrəsində hamısını oxumayım. Bəqərə 44. Ali İmran 65. Ənam 32. Əraf 169. Yunis 16. Hud 51. Yusif 109. Ənbiya 10. Ənbiya 67. Ənbiya 67, Muminun 80, Qasas 60, Yasin 62 və Yasin 68 və Saffat surəsinin 138-ci ayəsi. Bu ayələrə baxın. Əfələ taqilun. Ağlınızı işlətmirsiniz, olaraq keçir. Bəzi ayələr keçir. Ləalləkum taqilun. Ləalləkum taqilun. Yəni, bəlkə anlayasınız. Bəlkə anlayasınız. Bu ayələr məsələn, keçir Bəqərə surəsinin 73-cü ayəsi, Bəqərə surəsinin 242-ci ayəsi, Ənam surəsinin 151-ci ayəsi, Yusuf surəsinin 2-ci ayəsi, o şey vardı, orada desə, İnnə ənzallə Qur'anən Arabiyyan ləalləkum taqilun keçir orada. Yusuf 2, İnnə ənzallə Qur'anən Arabiyyan ləalləkum taqilun. Biz Qur'anı ərəb dilində indirdik ki, bəlkə ağlınızı işlədəsiniz. Ləalləkum taqilun. Yusuf 2, Nur 61, Qafir 67, Zuxruf 3, Hədid 17. Bu ayələrdə keçir, bəlkə anlayasınız. Burada əql kəlməsi keçir. İndi iki dənə eyni məzmunda ayan keçir ki, əgər anlayırsınızsa, biz ayələri artıq sizə açıqladıq. Əgər anlayırsınızsa, baxın, anlayırsınızsa, yenə əql kəlməsi, anlamaq kəlməsi, əql kəlməsi keçir. Yəni, bunu belə tərcümə edirsə, əgər ağlınızı işlədirsinizsə, ağlınızı işlədən bir toplumsunuzsa, ağlını işlədən bir fərdsinizsə, biz ayələri sizə açıqlamışıq. Ne demək? Bu ayəni başa düşməsi ne demək lazımdır? Ağıl işlətmək lazım, düşünmək lazım ayə üzərində, düşünmək. Təqlid yox, düşünmək. Allah deyir, əgər deyir, ağlınızı işlədirsə, Allah sizə ayələri açıqlayır. Ağlınızı işlətmə ayə üzərində. Ayələr birinə bağlantı yaratmağa çalışır. Bu ayələr Ali İmran surəsinin 118 və Ra'd surəsinin 28-ci ayəsində keçir. Ali İmran 118 və Ra'd 28. Sonra başqa ayələr, başa düşən toplum üçün dəlillər vardır. Allah, belə deyim də, yerdə, göydə dəlillərini verir. Dəlillər, bax, yerdə, göydə.
Nədir o ondan sonra? Başa düşən toplum üçün dəlillər vardır. Bu ayələr keçir Bəqərə 160-da biz də gecə və gündüzün bir-bir əvəz etməsində, o gəmilərin üzməsində gəlir aşağı. Bunlarda başa düşən toplum üçün dəlillər vardır. Başa düşən toplum üçün. İxtilafı leyli və nəhar, gecəni bir gündüzü bir-birinə əvəz etməsi. Deməli bu ayələr keçir. Allah öz yerdə görə dəlilləri üçün də ağıllı işlədənlər üçün deyir. Ağıllı işlədənlər üçün. Bəqərə 164, Rad 4, Nəhl 12, Nəhl 67, Rad 24, Casiyə surəsinin 5-ci ayəsi. Bu ayədə keçir ki, başa düşən, ağılını işlədən. Başa düşən bu kəlmənin əslində ərəbcəsində əql keçir. Ağıllı işlədənlər. Ağılını işlədən toplum üçün dəlillər vardır. Ayələri sizə oxudum. Allah öz dəlillərini, məsələn, bizi öz dəlillərini saxlayır. Necə dəlillər? Məsələn, Quran Allah Taala'nın şeydən bəhs edir də, məhv olmuş toplumlardan bəhs edir, məhv olmuş məmləkətlərdən bəhs edir. Lüt qövmü, Səmud qövmü, o qövm, bu qövm. Allah o qövmlərdən qalıntılar saxlayır bizə. Məsələn, indi araşdırma aparanda, arxeoloji araşdırmalar, qazıntılar aparanda o qövmdən qalıntıları tapa bilirik. Lütdən, məsələn, qalıntılar qalıb. Həqiqət insanlar o vəziyyətdə hələ onların şeyləri qalıb. O şəkildə qalıblar hələ. Allah onları saxlayıb. Allah onları saxlayanda bizə görə nədir? Açırıq Ənkəbut surəsi, 29-cu surədə Ənkəbut surəsi, 35-ci ayəsi görə Allah Taala o məhv etdiyi məmləkətlər haqqında, saxladığı qalıntılar haqqında nə deyir? Bizim üçün dəlil olaraq ki, həqiqətən Allah əvvəl qövmləri bunlara görə məhv edib, bunların qalıntıları qalıb. Görün Allah Taala nə deyir? Həqiqətən biz ağlını işlədən toplum üçün oradan açıq aydın bir əlamət saxladıq. Yəni Allah məhv edən toplumlarda əlamətlər saxlayır, açıq aydın. Amma kim üçün? Ağlını işlədən toplum üçün. Ağlını işlədən qövm üçün, toplum üçün Allah orada açıq aydın əlamət saxlayır. Ağlını işlədənlər üçün. Görün Quran ağlı nə qədər təşviq edir. Nə qədər ağla təşviq edir. Düşün. Ona ki Allah Taala məsələn Hədid surəsində əvvəlində Allah o zahirdir, batindir, əvvəldir, axırdır, zahirdir, batindir. Yəni zahirdir, batin nədir? Bir şeyin zahirində də Allahın əlaməti var. O şeyin batininə də düşsən, bətin kəlməsi də bərəndər, insanın qarnına deyirlər. Bətin, ana bətni deyirik, ananın qarnı, bətin kəlməsi qarın, buradan gəlir, bətin, batin. Bir şeyin batininə də düşsə, dərinliyinə də düşsə, orada Allahı görəcəksiniz. Allahı görəcəksiniz, onun əlamətini görəcəksiniz. Bir şeyin zahirinə də baxsanız, yenə Allahın əlamətini görəcəksiniz. İstəsə bir yarpağın zahirinə baxsan, orada Allahın görəcəksiniz, onun əlamətini görəcəksiniz, bunun Allahın yaradılışı, Allahın sənəti var. Yəni, yarpaq üstündə bir rəssamlıq var. Baxın, yarpaq üstü görürsünüz, izlər. Orada bir rəssamlıq var, rəssamlıq. Bu rəsm əsəri varsa, demək bunun rəssamı var. Bu şəkil öz-özünə çəkilmir, bu yarpağı öz-özünə çəkilmir burada. Üstündə o izlər öz-özünə getməyib. Sənin qabağına mən bir boş tablo qoyum, o öz-özünə şəkil yaranacaq orada, yaranmayacaq. Onu bir rəssam, profesional rəssam lazımdır ki, onun üstünə şəkil çəksin. Bax, bir yarpaq. Elementar misal verəm sizə. Bir yarpaq, üzə baxın, üstünə baxın, izlər var. Zahirdən belə baxsınız Allaha, yəni onun əlamətlərini görürsünüz. Batinə düşsən o yarpağın batininə, yenə Allahın əlamətini görürsünüz. Fərq eləmir. Allah hər bir halda öz əlamətini qoyub. Ona görə Allah deyir ki, Allah həm zahirdir, həm batinə, həm üzlərə baxsan, dərinə düşsən, Allahın əlamətini görəcəksən. Amma nə kim üçün? Əql, ağıllı insanlar üçün. İndi, baxın, Allah Taala ağlını işlətməyən, düşünməyən, anlamayan toplum üçün, insanlar üçün nədir? Allah deyir ki, o insan ki ağlını işlətmir, o insan ki təqlid edir, o insan ki meymunluq edir. Ağlını işlətmir, anlamır, düşünmür, sorğulamır. O insanın heyvandan fərqi yoxdur. Baxın, Allah Taala deyir ki, bir insan ki düşünmür, ağlını işlətmir, təqlid edir, o insanın heyvandan fərqi yoxdur. Heyvandan fərqi yoxdur. Furqan surəsinin 44-cü ayəsi. Görün Allah nə deyir? Yoxsa elə hesab edirsən ki, onların çoxu eşidəcək və ağlını işlədəcək.
Yoxsa elə hesab edirsən ki, onların çoxu eşidəcək və ağlını işlədəcək. Yəni, onlar səndən bir söz eşitməlidirsə, bu söz barədə düşünməlidirlər. Nə dedi Məhəmməd? Bunu bəlkə bir düşünək. Görə Məhəmməd nə deyir? Allah Teala deyir, onlar heyvan kimidirlər. Heyvan, ənam. Ənam surəsində var, ənam, heyvan. Onlar heyvan kimidirlər. Hətta haqq yoldan onlar heyvanlardan daha çox azdırlar. Baxın, düşünməyən insana, Allah insana verdiyi, niyə Allah heyvana bənzədir? Allah insana verdiyi ən gözəl nimət ağıldır. İstənilən təriqətdən soruşun. İnsanın heyvanla ayrılan nədir? Ağıl. Və ağlı işləmirsən yox. Neysə ağıl? Qoymuşam şeyximin cibinə. Şeyxim mənim üçün düşünür. Şeyxim mənim üçün düşünür. Şeyxin gəlib qiyamət günü sənin yerə və cavab verəcək orada. Görək cavab gəlib gələ biləcək orada. Görək gələ biləcək, səni orada qutara biləcək orada. Ne deyirsən ki, Allah şeyxim mənim yerimə düşünürdü. Allah səni bir fərd olaraq yaratdığı üçün Ənam surəsinin 94-cü ayəsində Allah nə deyir? Siz bir fərd olaraq, yəni fərd elə ərəblərdən keçir bizə. Siz bir fərd olaraq Allahın huzuruna gələcəksiniz, tək. Allah səni bir fərd olaraq dünyaya gətirir, tək olaraq dünyaya gətirir. Bir fərd olaraq sən inkişaf eləməlisən. Sürü halında yox, sürü halında yox. Sürü halında getsən, Allah səni belə heyvana bənzədər. Furqan 44-də, 25-ci surədə Furqan surəsi. 2-ci ayə, Bəqərə 171. Kafirlərin məsəli, baxın, kafirlərin məsəli, çığırtı və bağırtıdan başqa bir şey anlamayanları heyvanlara haylayanın çobanın məsəlinə bənzəyir. Onlar kar, lal və kördülər. Haqqı anlamazlar. Haqqı anlamazlar. Anlamaq, əql kəlməsi ərəbcəsində keçir burada. Çığırtı və bağırtı. Yəni heyvan üçün təbii var ki, üstündə çığırsan, bağırsan, olsa bir şey başa düşmür. Başa düşmür aslında o. Çünki o sürü hara getsə o da oraya gedir. Sürü hara getsə, bir qoyun sürü hara getsə oraya gedir. Bir çoban gələn başında olmalıdır. Allah deyir, onlara məsələ o heyvanlara bənzəyir ki, həm qışqırın üstünə, həm çığırın üstünə, həm nə deyirsə də xeyri yoxdur. O heyvandır, sürü gəldi halını yaşayır. O halını işlətmir. Ona gəlir, onlar kar. Sənə söz eşit, laldılar onlar, müqəlliddirlər. Lala Allah müqəlliddir. İnşallah mövzusunda mən sizə ayələr oxuyacağam. Və kördülər. Özünü körluğa qoyub. Ona görə neylə ağılını işlətməzlər. Bəqərə surəsinin 171-ci ayəsi. Baxın, Maidə surəsinin 58-ci ayəsi və Həşr surəsinin 14-cü ayəsi. Orada deyir ki, salata çağıranda onlar sizə gülürlər. Maidə 58-də. Çünki niyə? Bu ona görədir ki, onlar ağlı kəsməyən toplumdur. Buna görə ki, onlar ağlı kəsməyən toplumdur. Bir də Həşr surəsinin 14-cü ayəsində çox maraqlıdır. Mən bu ayəni canlı yaşamışam. Bu ayəni yaşadığım ayələrdədir. Deyir, onlar sizə qarşı ikisi birləşirlər. Onlar sizə qarşı ancaq divar arxasından savaşa bilərlər. Sən deyir, onlara həmrəy görürsən, Həşr 14 həmrəy görürsən. Amma onlar öz içlərini belə parça-parçadırlar. Parça-parçadırlar. Niyə? Çünki deyir, onlar ağlı kəsməyən toplumdur. Düşünməyin toplumdur axı. Düşünməyin toplumdur ki, onlar mənə qarşı iki tərəqətçi. Onlar əslində gəlmişlər ki, ikisi də mənə əks gəlmişlər. Sadəcə onlar məcburiyyətdə orada mənə qarşı ikisi birləşdilər ki, deməyəcəm alt tərəqətlərdə, ikisi birləşdilər, birinə qardaş dedilər. Məcburiyyətdən ki, mənə qarşı. Halbuki qıraqda bir-birinin qanını halal bilən insanlardır. Qıraqda bir-birinin qanını halal, bir-birinə müşrik deyib, bir-birinə kafir deyib, bir-birinin qanını halal bilən insanlar tərəqətləri. Onlar mənə qarşı birləşdilər. Amma yenə çıxan kimi bir-birini başladılar qırmağa. Onca Allah Teala orada deyir ki, onlar sizə qarşı ikisi birləşirlər. Sana həmrəy olduğunu görürsən, qardaş deyir. Amma deyir, onlar yenə öz istərində parça-parçadırlar. Niyə? Çünki ağlı işlətməyən toplum olduğu üçün. Həşr surəsinin 14-cü ayəsi və Maidə surəsinin 58-ci ayəsi. Bax, gözü Quranda 48 ilə əqli kəlməsi bizim üçün işlənir. Bunlar eyni Yahudilər kimi, Bəqərə surəsində olan ayədə, Yahudilər kimi tərsinə işlədirlər ki, bunu demiş, sizə qarşı dəlil gətirirlər, məgər ağlınızı işlətmirsinizmi? Görürsün, Allah bunu da bizə misal verir ki, ağlını tərsindən işlətməyə sövq edən insanlara ki, ağlını işlətməyin, düşünməyin, ha kişi belə şeylər. Bıraxın, bizə deyir, düşünən adam yox, itayət edən lazımdır. Yox, düşünən adam lazımdır, düşünən adam. Bizə müqəllid lazımdır, bizə düşünən adam lazımdır.
Bizim gətirdiyi bir. Bu şeydə keçir bu. Bu həmişə Bəqərə surəsi deyil. Bəqərə surəsinin 76-cı ayəsində. Onlar möminlərlə Lazina amana qalu amanna və izə xala ba'duhum ilə ba'd. Onlar möminlər rastlaşanda biz iman gətirdik deyirlər, bir-birlə xəlvətdə qalanda isə Allahın sizə bildirdiyi, onlara danışırsınız ki, Rəbbiniz yanında bunu sizə qarşı dəlil gətirsinlər. Məgər anlamırsınız deyirlər. Deyir Bəqərə 76-cı surəsində. Bihi inna rabbikum. Burada keçir. Əfələ taqilun. Onlar tərsinə işləyirlər. Əfələ taqilun. Ağlınızı işlətmirsinizmi? Yəni susun da dəlilləri qoymayın ortaya. İndi təriqətlərdə eləncədir. Təriqətlərdə eləncədir ki, o əsas şeylər var. Əsas şeylər var. Onu üzrə çıxartmırlar ki, bunu deməyin, bunu deməyin. Bunu deməyin. İnşallah məsələn gələcəkdə bunlar barədə oxuyacağam. Məsələn, əmanət mövzusunda Peyğəmbər Quran və sünnət qoydu. Quran və Əhl-i Beyt qoydu. Amma Peyğəmbərin mən sizə yalnız Quran əmanət qoydum, hədislərini üzrə çıxartmırlar. Niyə? Onların üzrə çıxartmayın ki, Allah sizə qarşı dəlil kimi istifadə edirlər. Dəlil kimi istifadə edirlər. Məsələn, keçən sizə oxudum bu Nəhcül Bəlağədə hədislər oxudum. Usul Kafidə hədislər oxudum. Məsələn, İmam Əlidən deyir ki, fəqih odur ki, sizi Quranı uzaq salıb başqa kitablar yönəltməyən kəsdir. Əsl fəqih odur. Nəhcül Bəlağədə oxudum ki, sizə Allah dediyiniz sizə naqis mi göndərib ki, sizin deyir bu mollalarınız, rahibləriniz, şeyxləriniz, müştehidləriniz başa düşmədir. Allah onları köməkçi götürüblər özlərinə. Mənim bundan öncəki videoma baxın. İctihad. Videonun adı neydi? İctihad mövzusunda. Allah ilə aldadanlar. Allah ilə aldadanlar mövzusuna baxın. Mən orada Nəhcül Bəlağədə sizə oxudum ki, orada başa düşmədim. Siz ey müştehidlər, Allah sizdə köməkçi mi götürüb? Siz kimsiniz ki, Allahın yerinə qərar verirsiniz? Allah heç bir şey nəzərdən qaçırmayıb. Allahın hər şeyi, dəlilləri açıq aydındır. Baxın, bunu istifadə eləmirlər. Bilirsiniz niyə? Bu hədislər desələr eləmirlər. Niyə? Çünki bilirlər ki, bunu ona qarşı dəlil kimi istifadə olar. Ona ki, bunları üzrə çıxartmırlar. Peyğəmbər yalnız Qurana əmanət qoydu, bunu üzrə çıxartmırlar. Furqan surəsinin 30-cu ayəsində və qalə Rasul ya Rabbi inni qavmi ittəğuzu hazal Qur'ana mahcura. Elçi deyəcək, ya Rabbi, mənim xalqım Quranı tərk etdi. Bu ayədən danışmırlar. Siz görünməzsiniz minbərlərdə vaizlər, moizə edənlər Furqan 30-dan danışsınlar. İnsanlar bəlkə ayrılarlar aya qarşı ki, Rasulullah bizdən şikayət edəcək. Bəlkə biz özümüzə gələk. Biz hara gedirik? Bəlkə bizə gələ bu Quranı tərk edənlər. Bəlkə biz özümüzə gələk biz. Biz hara gedirik? Biz Qurana zidd olan bu qədər şey qal. Bəlkə ən azı ilk mərhələ olaraq Qurana zidd gələn daşqalaq, cariyəlik, oğurlarını kəsmək, bu, dindən dönü öldürmək, bir tərk edək. Bunlar Qurana zidd axı. Heç olmasa bunları tərk edək ilk mərhələ olaraq. Yahudiləşməkdir bu. Yahudiləşmək. Ona görə deyir ki, siz o dəlillər demin, müsəlmanlar sizə qarşı istifadə edirlər. Əfələ taqilun, ağlınızı işlətmirsiniz siz. İndi keçək təfəkkür kəlməsi. Bizdə məsələn fikirləşməklər, fəkərə. Ərəblər təfəkkür. Fəkərə, elə oradan gəlir. Bu təfəkkür kəlməsi Quranda 17 dəfə keçir. 17 dəfə keçir. Deməli, bir dəfə keçir. Əfələ təfəkkərun, Ənam surəsinin 50-ci ayəsində. Sonra məsələn, Ləalləkum nə keçir? Ləalləkum təfəkkərun və yaxud da təfəkkərun. Bəqərə surəsinin 219-cu ayəsində, Bəqərə surəsinin 266-cı ayəsində, Ərəf surəsinin 176-cı ayəsində, Nəhl surəsinin 44-cü ayəsində. Nəhl 4 bilsizdə o çarpıdılmış ayələrdən birindən səni zikr indirdi ki, Litübəyyinə linnəs insanlara bəyan edəsən, bildirəsən ki, bəlkə təfəkkür edirlər, fikirləşərlər. Orada Peyğəmbər açıqlayasan ki, onda mənim videom var, kimdir Allahın ayələrini gizlədənlər. O Allahın ayələrini gizlədənlər Nəhl surəsinin 44-cü ayəsində Litübəyyinə linnəsi kəlməsini təhrif edib, açıqlamalar tərcümə edirlər. O aya baxın, görün, mən o videolarınca ifşa edirəm, eyni kəlmə Quranda, görün, 35 dəfə keçdiyi halda 34 dənəsində bildirmək tərcümə edirlər, 35-ci açıqlamaq tərcümə edirlər. 200-lüyünü göstərirlər. O videoya mütləq baxın. Nəhl 44 barədə. Yunus 24. Biz ayələr düşünən toplum üçün beləcə açıqlayırıq. Baxın, düşünən toplum üçün, fikirləşən toplum üçün Allahdır, mən ayələri açıqlamışam. Düşünən toplum üçün. Rad surəsinin 3-cü ayəsi, Nəhl surəsinin 11-ci ayəsi, Nəhl surəsinin 69-cu ayəsi, Rum surəsinin 21-ci ayəsi, Zümər surəsinin 42-ci ayəsi, Cəsir surəsinin 13-cü ayəsi. Həqiqətən bunda düşünən toplum üçün dəlillər vardır.
Rum surəsinin 21-ci ayəsi biz ünsiyyətdə rahatlıq taparsınız deyə sizin özünüzdən, ənfusakum özünüzdən, növünüzdən, sizin növünüzdən zövcələr tay qoşatan, bizdə yarım deyirlər. Yarınız yaratdıq ki, sizin aranızda bir məhəbbət və mərhəmət olması da Allahın dəlillərindəndir. Kim üçün? Düşünən toplum üçün. Düşünən toplum üçün dəlillər vardır. Kişi ilə qadın arasında olan məhəbbətdə, mərhəmətdə Allahın nişanəsi, dəlili vardır. Yəni siz ailəyə, evləmə adi bir şey baxma. Allah deyir ki, orada mənim düşünən toplum üçün mənim dəlilim var. Düşünən toplum üçün aranızda olan məhəbbət, sevgi, mərhəmət, bunda Allahın dəlili var. Amma düşünənlər üçün. Yəni evlilik də elə belə bir şey deyil. Allah deyir, mənim nişanəmdir. Həşr surəsinin 21-ci ayəsi. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr. Bəlkə fikirləşirlər. İnsanlara çəkirik ki, bəlkə fikirləşələr. Həşr 21. Gördünüz, Quranda da hələm təzəkkür kəlməsini demədim. Təzəkkür kəlməsi Quranda dəfələrlə keçir. Nəsihətlərdən ibrət almaq. Nəsihətlərdən ibrət dəfələrlə keçir. Əfələ təzəkkarın. İbrət almayacaqsınız. Bəlkə, məsələn, Ərəf surəsinin 3-cü ayəsində qalilə və təzəkkaran. Necə də az ibrət alırsınız. Yəni, bu da var hələ. Hələ ibrət almaq da var. Hələ onları oxumadım. Sadəcə fikirləşim, düşünmək. Yine Qur'an bu misallar verir. Bakın bu görürsünüz ne kadar Qur'an düşür. Qur'an nağıl dinidir, ağıl dinidir. Niye ağıldır? Çünkü İslam fitrətdir. Rum surəsinin 30-cu ayəsi, 30-cu surənin 30-cunda. Bu ayəni əzbərləyin, bu ayəni həkk edin, bu ayəni təfəkkür edin. Qüsur ruhunuza, canınıza əzbərləməklə bitmir. Sizin ruhunuza, canınıza oturmalısınız, başa düşməlisiniz Allah sizə burada nə deyir? Nə deyir? Rum 30. İslam fitrət dinidir. Fitrət. Ona görə Qur'an ağılla zid gələn bir şey deyil. Ağıl üstü bir şey ola bilər. Sonra hələ ki indi qavramırsan. Demək ki, sənin ağılın hələ şey eləmir. Təkamül etmir. Mükəmməlliyə doğru getməli sənin ağlın. Demək, biraz düşünməlisən, biraz araşdırmasan, biraz incələməsən. Ağıl üstü bir şey olur, amma ağla zid bir şey yoxdur Qur'anda. Ağla zid bir şey yoxdur. Düz tərcümələrdə var. Çox çarpıdılmış ayələr var. Şiddətli şəkildə çarpıdılmış ayələr var. Yanlış tərcümə olmuş ayələr var. Doğrudur. Amma Qur'anın özünü yoxdur. O çarpıdılmış ayələr o nağıllara görə tərcümə edir. O tərcüməçilər biri mərdcəsinə tərcüməçi götürsün Allahın kitabına tərcümə eləsin. Görüb orada siz bir şey tapa bilərsiniz insana. Görüb, burada bu nədir bu? Burada konkret mifologiya danışır. Tapa bilmərsiniz. Hərə öz təriqətinə uyğun tərcümə edib. Hərə tərcüməsi baxın, istəyir Məmməd Əliyevdən tutmuş, istəyir Əlxana tutmuş, istəyir Meşkindən tutmuş. Bərbat gündə də hamısının tərcüməsi. İndi, Quranda İbrahim Peyğəmbəri siz hamınızı bilirsiniz. Bir də o səhnəni gözünüzdə canlandırın. O bütpərəst toplum, o gəlib bütlərə qırır. Orada bir dənə sual-cavab səhnəsi yaşanır. Möhtəşəm bir sual-cavab səhnəsi yaşanır. Deməli, Şuara surəsinin 62, 63, 64, 65, 66-cı ayəsi. Görün nədir? Səhnəyə baxın. Ağlı fəlsəfəni inkar eləyənlər insanda o Farabini və yaxud digərlərini kafir deyən insanlar düşünməyi, alim onlar idi. Onlar alim deyə bilər, çünki onlar insana düşünməyə təşviq eləyirdi. Düşünməyə təşviq eləyirdi. İndi elm dünyasında müsəlman alim din kimlər deyirlər? Cübbəli deyirlər. Nihat Hatipoğlu'nu deyirlər. Yoxsa bizim cübbəlimizi, bizim Nihat Hatipoğlularımızı deyirlər. Bunlar dövrümüzün Əbu Hureyreləridir. Elə bilməyin, təkdə Türkiyədə şeylər var. Nihat Hatipoğlu bizdə də var. Bizdə Nihat Hatipoğlu var. Bizdə də cübbəlilər var. İnsanlar Allah adına alladanlar. Ağlıya alladanlar. Baxın, Nihat Hatipoğlu ağlıya necə alladır? Bizdə də eləncəsinə var. Ağlıya alladır insanlar. Eyni. Münafiqlik deyirlər. Bunlar münafiq deyir. Münafiq. Küzlü insanlardır bunlar. Aldatmaq üçün ağlılar. Bunlar xüsusi yetiştirilmiş insanlardır. İstər Nihat Hatipoğlu, istər bizimki Nihat Hatipoğlu, istər oran cübbəsi, istər buran cübbəlisi. Bunlar xüsusi bu iş üçün yetiştirilmiş insanlardır. Baxın cübbəliyə, bütün Quranı hafizdir o. Quranı əzbər bilir. Onun yetimi bütün hədisləri əzbər bilir. O yetimi alimlərin rəylərini əzbərləyib.
Çünkü bu iş için yetiştirilmiş insanlar, istir FETÖ, istir o, bizimkiler, bu iş için hususi yetiştirilmiş, təkmilləşdirilmiş insanlardır ki, sen papuqay kimi eyni şey təkrar elə, insanlara qoyma sorğulasına, eyni şeydən yerit insanların beyninə, insanlar sorğulama, araşdırıb təşviq etsin. Bu müqəllid olsunlar, nə olsunlar, bu olsunlar. İnsanlar ağlaya ağlatdır. Çünki insanların zəif nöqtəsini ağlamır. İnsanlar belə sümürürlər. İnsanlar belə sümürürlər. Özləri isə ultra lüks yaşayırlar. Mühafizəkarlarla gəlirlər. Şuara surəsinin 62, 63, 64, 65, 66-cı ayəsi. Bu ayə İbrahim peyğəmbərin pasajıdır. Deməli İbrahim peyğəmbər orada birisi də o bütləri qırır, bir dənəsini saxlayır. Sonra bunun xalqı gəlir. Görün nə deyirlər. Görün İbrahim peyğəmbər necə onlar düşündürür. Orada gör necə bir fəlsəfi söhbət var. Hələ baxın o ayələri də oxudum. Düşünmək, fikirləşmək kəlməsi, əql kəlməsi. Hələ Allah misallar da verir. Ən çox Allah burada bizə İbrahim peyğəmbər barədə misallar verir. Məsələn, ulduzlara baxdı, mənim Rəbbim, ya batanlar mənim Rəbbim olmaz, güneş gördü, ayı gördü, mənim Rəbbim. İnsanı düşündürür ki, yəni bunlar deyil Tanrı. Bunlar nöqsanlıdır, bunlar Tanrı ola bilməz. O Ənam surəsində. İndi bunu oxuyum. Deməli 62-ci ayədə. Onlar dedilər İbrahimə, Tanrılarımız sən mi bu kökə saldın, ey İbrahim? İbrahim dedi, xeyr, bunu onların ən böyüyü etmiş olar. Əgər danışa bilirsə, özlərindən soruşun. Onlar özlərini müraciət edərək artıq nə edir İbrahim peyğəmbər? Onlar düşündürdü. Necə yəni bu? Artıq bir dənə cümlə ola düşünür. Bax, burada fəlsəfi inkar edənlər, ağlı, məntiqi inkar edənlər, müqəllidliyə sövq edənlər, ağanını buraxmazlar, deyirlər ki, müştehidlərdə əl çəkəsin. Düşünmədi insanı məhrum, müqəllid ol, özünü düşünmə, müqəllid ol deyənlər. Bax, Allah misal çəkir burada İbrahim peyğəmbərdən. İbrahim peyğəmbərdir. İbrahim peyğəmbər bizə örnəkdir. Bütün elçilər örnəkdir. İbrahim peyğəmbər də Allah örnəkliyini çəkir. Mümtəhana surəsi 60-cı surə 4-cü 6-cı ayəsində. Onlar öz-özünə müraciət nə dedilər? Həqiqətən də siz zalimlarsınız dedilər. Biz zalımıq ki, bu eşitməyən, anlanmayan, bizə heç bir xeyir, heç bir zərər verə bilməyən bir şey, Tanrını bütü, Tanrı idi olan, Tanrısı idi o bütü, özümüzə Tanrı götürmüşük. İndiki necə gedirlər o bütxanalara, onu Tanrı götürüb öz aralarında. Eşidirsən, İbrahim peyğəmbər sual verir də. Suala görüm, danışdır görüm onu. Onlar nə deyirlər? Siz zalim olmuşsunuz, zalim. Özümüzə zülm etmişsiniz. O ki, Quran Loğman surəsində, Loğman öz oğlu nəsiyyətlidir, Loğman da oğlum, əziz oğlum, gözəl balam, Allaha şərik qoşma. Şirk çox böyük bir zülümdür. Burada Allah bir misal da var. Belə deyim də, daha çox atalara belə deyim ki, atalar, övladlarınızı möhtəşəm böyüdün. Övladlarınıza uşaqlıqdan nəsiyyət, ibrət verin, nəsiyyətlər verin ki, uşaqdır, böyüyəndə olacaq, böyüyəndə öz öləcək, böyüyəndə artıq onu yığıb yığışdırmaq olmur. Artıq onu düzəldə bilmişsin. Niyə? Çünki artıq şeyi, nə deyirlər ona? Bünövrə. Bünövrəsi pis gəlib. Uşaqlıqda ona tərbiyə öyrətməmişsiniz. Əxlaq öyrətmə, onun bünövrəsi pis gəlib. Siz burada düzəldə bilməyəcəksiniz. Bünövrədir, bünövrə sirkələnir. Bünövrə sirkələnir. Onun ki, o hər an aşa bilər. Bənzətmə deyirəm sizə. Təşbih. O bünövrə möhkəm olmalıdır. Allah da burada deyir, övladım, əziz oğlum, Allaha şərik qoşma. Şirk zülümdür. Övladlarınıza Allah bunun üzərində bir misal verir ki, bizə misal verir ki, Loğman üzərində ki, övladlarınızı uşaqlıqdan əsasən atalara düşür. Çünki biz bilirik ki, ən çox analar uşaqlara, maraqlanırlar, atalar gəlir, uşaqlara heç bir qayğı, məhəbbət, istək yoxdur. Yorulmuşam, işdən gəlmişəm, nə eləmişəm, yorulmuşsan, sənə bir söz deyəm ki, bunu sən istəmirsən, dünyaya gəlib. İndi sən o analıq eləyir bacardığı qədər. İndi sən də atalıq elə. Sən də atalıq elə də. Niyə uşağı ata sevgisindən, ata qayğısından, ata məhəbbətindən məhrum eləyirsən? Bunu sən istəmirsən də. Uşağı seçim eləmək ki, sən istəmirsən ki, bu dünyaya gəlib də. Ona görə övladınızı, uşaqları dünyaya gəldi. Artıq atalar da bu şiddətlidir. Şiddətli şəkildədir. Kəs uşağın səsi, başıma ağrıdır onun səsi, onun ağlamağın səsini kəs. Niyə onun ağlamağın səsini kəsməlidir ki? Uşaq da ağlamalıdır. Sən də get, bir qaynayıb qarışdı uşaqla. Uşağa bir atalıq et. Bir məhəbbət, qayğı, istək göstər. Uşaqda məhəbbəti kəsmir. Niyə uşaqlar biz böyüyəndən sonra ata-anaya qarşı artıq soyurlar?
ata-anaya qarşı aqressiv olurlar. İstəmirəm siz mənə valideyn deyilsiniz. Bu nədir? Neyini? Ata küçələrə qarışır. Niyə? Çünki atadan, anadan istədiyi məhəbbəti, qayğını almadığı üçün o gedir başqa yerlərdən axtarır onu. O sən atadan, sən anadan o qayğını, o məhəbbəti, o istəyi tapsa, o tərbiyəni səndən alsa, o gedib başqa yerlərdən axtarmaz. Elə yenə gələr sənə. Allah ona görə deyir ki, Loğman üzrə misal verir ki, oğlum deyir, Allah şərik qoşma. Yəni, oğlunuza gözəl nəsihətlər, ibrətlər verir ki, o başqa yerlərdən axtarmasın. Sonra deyir ki, mənim uşağım pozuldu. Pozuldu, başqa quruqlara qoşuldu. Qoşulacaq da, sən onun vaxtında onun bu növrəsi möhkəm etməmişdin. Ona qayğını, məhəbbəti göstərməmişdin. Uşaq çatır o ərgənlik yaşına, artıq ata-ana baskı göstərir. Hara baskı göstərir? Bunun böyük növrəsi yoxdur. O artıq öz istədiyini başqa yerdən tapdı. Sən vaxtında göstərsin, o başqa yerdən tapmazdı. Yəni, bu mövzudan çıxdım, sadəcə bu Loğman gəldi, həmişə mənim yadıma düşür ki, Allah bu cür misal verir ki, atalar, əsasında atalar ki, öz övladlarınızı möhtəşəm böyüdün. Cəmiyyətə, topluma xeyirli böyüdün. Həmişə bunu düşünün. Övladınız. Bizdə necə böyüdürlər? Uşaq pul qazanır, əcəb pula xeyirli olsun. Pula xeyirli olsun. Yox. Cəmiyyətə, topluma xeyirli olsun. İnsan o zaman, insandakı insanlara xeyri var. Pulu qazanmaq hamı bacarır. Bu kadar insanlar var ki, kapitalı pul qoyur, tonajdır. Amma insanlara, cəmiyyətə xeyri yoxdur. Öz cibinə xeyri var ancaq. Atasının, anasının cibinə xeyri var. Amma topluma, cəmiyyətə, insanlığı heç bir xeyri yoxdur. Allah deyir ki, yox. İnsanlara xeyri olan insan. Ona görə mən həmişə deyirəm, ata, ana vəzifəsi, ilk vəzifəsi budur ki, dünyaya gətirdikləri övladı cəmiyyətə, topluma xeyirli insan etməlidir. Cəmiyyətə, topluma. Bunu aşılamalıdır. İnsan, ona görə, insan müsəlman olmazdan öncə insan olmalıdır. İnsan olmayan müsəlman olmaz. Övladlarınıza o dəqiqə Allah'a bil, namaz qıl, oruç tut, bunu et, məscidə get, Qur'anı oxu, nə bilim, ərəb hərflərini öyrən, bu savab, o savab. Bunu uşaqlara təşviq etməyin. Uşaqlarınızı, övladlarınızı ilk insanlığı təşviq edin. İnsanlığı, ilk insan olsa, o İslam olacaq. İnsan olmayan İslam olmaz. İnsanlığı bilməyənlər çox İslamdan qaçırlar. Digər səbəblər də var. Müsəlmanlar, çünki müsəlman olan çoxları insan olmadan, müsəlman olmağa can atdıqları üçün, terrorizmlə məşğul olduğu üçün, bir-birinin qanun malını halal bildikləri üçün, o insan olub, İslam olmaq istəyənə qarşı bir maniyə törədirlər. Baxın, bu insan olmayıb, amma İslam olmaq istəyir. Bu isə insan olub, İslam olmaq istəyir. Bu insan olmadım, İslam olduğu üçün İslam'a oturmur bu. İnsanın canlı qanlı malı halaldır, amma bu insan olur. Heç bir malının canlı qanlı İslam olmaq istəyir. Bu gəlir ki, mən İslam olsa, gedib fəlaqət canlı qanlı malı halal biləcəm. Mən belə yetişməmişəm, mən insan olmuşam. Burada o maqnit ona bir-birinə əks təsir. Yapışmır bir-birinə. Beləsə qaçır bir, elə bir şey yaranır. Düşünün, ona görə ki, birinci insan olmaq lazımdır, sonra İslam. Ona görə insan olmayıb, İslam olmağa can atanlar, insan olub, İslam'a can atanlar bir paradoks yaranır bir-birinə, bir şey olur. Əks təsir yaranır orada. Ona görə insanların, övladlarına bir insanlığı öyrədin ki, o İslam olacaq. İslam olacaq. Əgər o insan olmayıb, İslam'a can atanlar, onlara qarşı bir maqnit kimi şey olmasa, mani olmasa, o insanlar da var ki, fərqli şey, tərsdə düşünürlər də, o var deyə mən olmaram. Nəysə, bu başqa mövzu orada keçmir. Xülasə, yəni düşünməyə deyirəm ki, burada İbrahim Peyğəmbər deyir, şirk barədə. Siz zalimlarsınız dedilər. Sonra yenə də öz bildikləri batıl əqidələrinə qayıdıb dedilər. Axı sən bilirsən ki, bunlar danışmırlar. İbrahim dedi, elə isə Allahın ardından sizə heç bir fayda və zərərə verə bilməyən tanrılar mı qəbul edirsiniz? Allahın ardından. Yəni, bu insanlar Allahı çağırırlar, Allaha dua edirlər, Allaha nida edirlər, çağırmaq, nida edirlər, Allaha dua edirlər, Allaha fəryad edirlər. Amma öz tanrılarında bu, min dunihi budur, min dunillahi, Allahın ardından. Həm bunu, həm Allah. Allah da öz yerində, bu da öz yerində. Gözü bunlar bir anlıq düşünməklə nə edilər? Özlərinin əqidlərinin batil, puç olduğunu, boş olduğunu gördülər. Zay olduğunu gördülər. Amma yenə də yeni qaydılar öz bütpərəst əqidələrinə.
Ola bilirlər o bütlərdə olan heç bir fayda yoxdur, heç bir zərər yoxdur, bilirlər. Amma bunların əqidəsinin kökəni budur axı. Bunlara bunu təşviq əqidəsinin kökəni budur axı. Əqidəsinin kökəni budur. Get, o büt sənə verəcək. Sən get, o verəcək sənə. Bunu təşviq edir. O bilir verməyəcək. Təşviq etdikcə o da onu yerinə yetirir. Ona görə baxın, bu ağıl, fikir misallar, bu misallardan sonra, ayələrdən sonra Allah Taala nə deyir? Ənfal 22. Görün, o insan ağıl yox, nağıl din deyənlərə deyir Allah Taala. Şübhəsiz ki, Allah yanında canlıların ən şərlisi ağlını işlətməyən karlar və lallardır. Ənfal 22. Yunus 100, həmişə bunu deyirəm, həmişə deyəcəm. Allah ağlını işlətməyən üzərinə murdarlıq yağdırır. Ağlını işlətməyənlər murdarlığa məhkumdur. Ağlını işlətməyən bir toplum murdarlığa məhkumdur. Sidik içirsə, o insan murdarlığa məhkumdur. Ağlını işlətməyən nağıllara, hekayələrə, müqəllid olanlara, heyvan olanlara, niyə heyvan tənqiddir? Allah özü deyir ki, ağlını işlətmə heyvandır. İnsan ağlını işlətmir, insan düşünməlidir, insan təqlid etməlidir. Ona qədər onlar qiyamət günü nə deyəcəklər? Əshab 67. Əshab surəsinin 67-ci ayəsi nə deyir? Onlar deyəcəklər: Ya Rəbbim, ey Rəbbimiz, biz başçılarımıza və böyüklərimizə itaat etdik, onlar bizə haqq yoldan azdırdılar. Sada ilə seyidlərimizə və kübəra, böyüklərimizə, kəbir, böyük, sədə ilə seyidlərimizə, başçılarımıza və böyüklərimizə itaat etdik. Onlar bizi haqq yoldan azdırdılar. Niyə? Bununla bağlaşdırırıq bunu. Onu buna cağlaşdırırıq. Demək nə olur? Böyüklərimizə və ağalarımıza itaat etdik ki, təqlid etdik, ağlımızı işlətmədik ki, onlar bizi haqq yoldan azdırdılar. Yəni, bunlar sizi düşünməkdən məhrum edirlər. Bunun kökəni mən sizə deyim. Kökəni gəlir şeydən, mənim qəhrəmanımdan. Əziz Pavlusdan. Əziz Pavlus deməli, Kolleslərə məktub yazır. Əziz Pavlus Kolleslərə məktub yazır. O məktubun 2-ci fəslində görə nə deyir? Kolleslər məktubu 2-ci fəslində deməli 8-ci və 9-cu cümlə. Görün nə deyir Pavlus. Baxın. Görün Pavlus nə deyir? 8-ci və 9-cu deyir. Baxın. Məsihdə deyil, insan adət ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərə kimsə sizi əsir etməsin. Baxın, Məsihdə deyil, insan adət ənənəsinə, dünya ibtidai təlimlərinə istinad edərək fəlsəfə boş aldadıcı sözlərə kimsə sizi əsir etməsin. Fəlsəfə aldamı. Niyə? Pavlus, əziz Pavlus niyə? Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. 9-cu cümlədə bu deyir. Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Görürsünüz? İnsanları necə anlatmaq olar? Pavlus deyir ki, fəlsəfəyə aldanmayın da. Fəlsəfəyə aldanmayın, mənim nağıllarımı aldanın, mənim İsa haqqında uydurduğum nağılları aydanın, eyni şey kimi, cübbəli və bizim cübbəlilər kimi. O, Peyğəmbər haqqında, bizimkilər imamlar haqqında uydurur. Niyə ki, siz bunları qəbul etməsinə görə fəlsəfədən, ağıldan, məntiqdən uzaq olasınız. Niyə? Çünki bizim imamın sözü Allahın sözüdür. Bizim şeyx özündən danışmır. Şeyx Peyğəmbər, o da Allaha istinad edir. Yəni, şeyxin sözü də Allahın sözüdür. Yəni, elə belə söz deyil. Şeyxin bir fətva verirsə, hikmətdir. Bir hikmət var onda. Bir hikmət var onda. Onu Pavlus nə deyir? Allahın tam bədənliyi, hulul etiqad, tam bədənliyi bədəncə Məsihdə yaşayır. Bu, Cəlləti Rumi, hulul etiqadının olan bir şəxs olub. Onu indi 40 dərədən su gətirib, dərdən qavana çıxıb onu müdafiə edənlər var. Və xristiyanlardan götürülüb. Hulul etiqadı. Bəyazlı Bəstami, hulul etiqadının olan bir şəxs olub. Hulul etiqadının bir şəxs olub. Bu da oradan götürmüş. İnşallah hulul etiqadının məsələlərdən danışacağım.
Bəyazlı Bistamın hekayəsini sizə oxuyacağım kitabdan ki, görün bu insan hara gedib çıxıb bu axmaq inanclara görə. Pavlus nə deyir? Fəlsəfə aldamayın. Çünki niyə? Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Bizimki də eyni hekayələr. Nağıllar aldamayın. Ha, imamın sözü Allahın sözüdür. Elə bir şey, imam Allahın içində yaşayır. Və yaxud cübbəli kimi. Etə kemiyə büründüm, Mahmud deyə göründüm. Etə kemiyə büründüm, Mahmud deyə göründüm. Niyə? Mahmud onun şeyxi var, Mahmud Osmanov. O deyir ki, Allah mənim şeyximin içinə təcəlli edib. Şeyximin içinə təcəlli edib. Ona deyir ki, Allah öz deyir, Allah buyurdu. Allah buyurdu, etə kemiyə büründüm, Mahmud deyə göründüm. İnsanlara başqa necə anladır? Bəlkə ağlından işlətmə. İnsan istəməm sizə videonu göstərim. Çox qısa bir videodur. Etə kemiyə büründüm, Mahmud deyə göründüm. Maalesef Efendi Hazretlerini Türkiye tam anlamış değil. Türkiye tam anlamış değil. Allah anlatsın inşallah. O zaman dostlardan biri, keşfe açık kullardan biri görmüştü. Mevla Teala'nın tecellilerine mazar olan bir zuhuratta ne diyor? Ete kemiğe büründüm, Mahmud diye göründüm. Yani Allah'ın aynasıdır. Dostlar Allah'ın aynasıdır. Mevla tecelli ediyor, tecelligattır. Etə kemiyə büründüm, Mahmud deyə göründüm. Bu deyir ki, Allah mənim şeyximə təcəlli edib. Hətta ağlı işlətmədə Cübbəlinin bilirsiniz də Allahı tualet daşı ilə danışdırdığı videosu da var. Allahı tualet daşı ilə danışdırır ki, tualet daşı deyir ki, Allah məni burada niyə sən tualet daşı olaraq yaratmıyorsun? Allahı tualet daşı ilə danışdırır bu insan. Niyə? Çünki ağıllarını işlətməyən insanlara bundan başqa nə desinlər? Başqa necə anlatsınlar Allahı? Allah adını necə anladacaqlar? Onu elə anladılar ki, ağlını işlətmə. Ağlını işlətsən, artıq Türkçə demişkən bizim foyamız ortaya çıxacaq. Neyse. Sonra göstərəm, başqa yerə göstərəm. Əgər siz də baxın, xristiyanların durumuna baxın. Niyə onlar sürü halındadırlar? Təqlid halındadırlar. Təqlid bu, baxın bu neçə vaxt təqlidən danışıram ha. Ancaq kökən xristiyanlığa dayanır, görürsünüz. Kökən ancaq xristiyanlıqdır. Təqlidin kökəni xristiyanlıq. Çünki Allah Teala özü Hədis surəsi 27-ci ayəsində deyir ki, rahibliyi onlar özlərindən icad etdilər. Allah bunu onlara yazmamışdı. Rahibliyi özlərindən icad etdilər, bizimkilər rahibliyi oradan götürdülər. Onlar sürü haldılar. Dedilər ki, biz qoyunuq. Pavlus çobandır, İsa baş çobandır. Bizimkilər dedilər ki, biz sürüyük. O çoban, o da biri də var, gəlməlidir İsa kimi o da. Ona da baş çoban deyirlər. Mənim videom var, ona baxa bilərsiniz. Biz niyə sürü halında yaşamalıyıq? Biz niyə sürü kimi idarə etməlidirlər? O videoya baxın ki, özlərini sürü sayırlar. Bax, şeyximiz deyir ya, xristiyan. Ay qardaş, bax mənim bu təqlid mövzusuna. Gör, xristiyanlıqdan başqa bir şey mən danışıram orada. Təqlidin özü tam, Pavlus tam bütövlükcə, bədəncə, təqlid xristiyanlıqdan gəlib. Xristiyanlıqdan gəlib. Çünki Pavlus insanları təqlid elətdirmək üçün deyir ki, Allah İsa'da yaşayır, İsa da məndə yaşayır. Mənim o Allahın sirri nədir? Allahın sirri nədir? Videoya baxın. Orada Pavlus deyir ki, İsa məndə yaşayır. Mən İsa'dan danışıram, Allah da İsa'nın içindədir. Elədirsə bizimkilər də o nağıllar, hekayələrini anladılar. Düşünün, ağlını işlədin, müqəllid olmayın, təqlid etməyin. Ayələri hamısını mən sizə ağıl var dedim. Bütün ayələri oxuyun, aldanmayın. Allah dəfələrdir. Xristiyanlıqdan, yahudilikdən Allah misal çəkir. Onlar kimi olmayın. Ha, nə badə. Sonra peşmanlıq çəkərsiniz. Onun ki, Allah Teala Cümə 5-də yahudiləşmiş kəslərə, yahudi və yahudiləşmiş kəslər kitab ilə eşşək deyir. Nisa surəsi 159-cu ayəsində deyir, İsa din günündə xristiyanlar əleyhinə şahid olacaqlar, inkar edəcək. Furqan surəsinin 30-cu ayəsində ki, Resulullah din günündə deyəcək ki, mənim xalqım Quranı tərk etdi. Yəni, 3 tanıdığımız xalq varsa, yahudilik, xristiyanlıq və müsəlman 3 tanıdığımız xalq varsa, Allah üçünün də bərbad gündə olduğunu xəbər verir. Siz üçünüz də bərbad gündəsiniz. Bərbad gündəsiniz. Üçünüz də o sizə gələn kitabı tərk edib, nağıllar, hekayələr sarılıb, öz şeylərinizi tanrılaşdırmışsınız. Xülasə, hükümlaşdırıram. İslam nağıl dini deyil. Qur'anda ağla zid bir şey yoxdur. Ağıl üstü bir şey var da sizin ağlınızın tam belə təkamül etməməsindən dolayı olan bir şeydir. İnkişaf çox düşünün.
Çox fikirləşin. Dünya görüşünüzü zənginləşdirin. Dünya görüşünü zənginləşdirin. O Quranda ağla zid bir şey var. Ağıl üstü bir şey var, amma ağla zid bir şey yox. O da inşallah zamanla özü şey olacaq. Özünüz şahid olacaqsınız ki, həqiqətən ağla ziddir. Sadəcə ağıl üstü biraz biz geri qalmışıq. Biz geri qalmışıq. Quran bizdən çox belə deyim qabağa düşür. Biz geri qalmışıq. Ağıllı işlərin, müqəllid olmayın, təqlidçi olmayın, nağıllara aldanmayın, ağıllı işlərin. Alim deyirsə, baxın bu köhnə alimlər haqqında bir oxuyun. Bir oxuyun, İbn Sina, Farabizad haqqında oxuyun, Həyyan haqqında oxuyun, görün onlar kimlər olublar. Görün onlar kimlər olublar. Onları oxuyun, sonra bunlara baxın. Görün bunlarla nə əlaqəsi var bunlar. Görün onlarla bunların nə əlaqəsi var. Bunlar hamısı dedim, Qəzzali və İbn Teymiyyə kimə gəldi? Fəlsəfəni, ağlı, məntiqi inkar etdikləri üçün biz bu hala gəldik. Neyse, Allah'a emanet olun. Sülh içində qalın, sülh içində yaşayın, müqəllid olmayın, öz ağlınızı işlədir, hər şeyi, bir şey, nəticəyi özünüz satın. Fərdi. Toplumsal şey, sülh halını yox, fərdi çatın nəticəyə. Allah'a emanet olun.